yaxşı bilirsən ki, bunlar Peyğəmbərin yer üstündə olan yeganə nəvəsini öldürür. İlahi, bu halda sənin görüşünə gəlirəm. Ölümü mənə mübarək et. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. Bir zaman var idi, İmam Hüseyin ağa balaca uşaq. Peyğəmbər baxdı o uşağa, Ümmü Sələməyə xəbər verdi. Dedi, Ümmü Sələmə, bu uşağı görürsən, bu uşaq axırda Kərbəlada Allah yolunda şəhid olacaq. Mənim salavatım, salamım, bərəkətim, rəhmətim, cənnətim nazil olsun sənin mübarək evladı. Mənim Peyğəmbərim, bax bu uşağın adı qalacaq Seyyid-i Şühəda. Xanım Zəhranın adını gətirdi. Məhlən məhla yəbnə Zəhra. Çağırdı, dedi Hüseyin Fethiləbil Basığı tanınırsan. Zeynəbə bir sorun lay lay, dədardım mehrinə gəhvarəsin. Zülfüm ilə xoş gedim hər dində qal, həvvərəsin. Həvvərəm Şam'a gedəndə, bağlıyam, oxyarəsinəyəm. Gəldi kəndirin ağzın götürəndə, gördü ilah, mən nə görürəm? Götürdü yaralı başı. Özün mahşər günü, ey mürtədim, qın aclıdan divayım. Yar baxır ağlama. Evimdə də gəl, Hüseyin Kuk, evimdə də ağlayacaqsan. Zavarı açsın, ağlayacaqsan. Ağlayacaqsan Zeynəbin qəbirə, qeycəkəcəksən. Zeynəbin oğladı, Zeynəbin oğladı. Yazık fasık insandır. Şaribul xəmr. Onun günü içkiyle, şərabla və haram əməllərindən keçir. İmam Hüseyin əleyhisselam Peyğəmbərin risalətidir. İmam Hüseyin əleyhisselamı tanımaq, Allah'ı tanımaqdır. İmam Hüseyin Allah'ın yeryüzündə höccətidir. Yazid şeytanın höccətidir. Yazidlə İmam Hüseynin qarşı-qarşıya durmağı Allah'la şeytanın müharibəsidir. İmam Hüseyin ağa həm gərək Əkbərdən gedir, həm gərək Əsqərdən, həm qardaşından, həm balası İmam Səbzat xotun içində yanar. Allah Peyğəmbərlərin hamısından istədiklərin tək İmam Hüseyinlə
Nuşdarudi dəmi neyzə və xəncərdə öləm. Düşmərəm zində ələ, mən gərək əllərdə öləm.